Salam hörmətli izləyicilərim. Bugün sizə bu cür bir naxışın toxunmasını istəyirəm göstərim. Bu naxışı da jiletə, jaketə, papağa, nəyə istəsəz toxuya bilərsiniz. İlməkləri də 4-4 yığırıq, 2 də kənar ilmək yığırıq. Mən rezinka hissəsini belə toxumuşam. Hər iki üzdən tərs toxumuşam. Siz necə istəyirsiniz, elə toxuya bilərsiniz. Sapımdakı 100 qramlıq 350 metrəlik bir sapdır. Bunun üçün indi mən belə bir sapımı götürürəm. Bu sap biraz qalındır. Fərq eləməz, göstərmək üçün toxuyuram. İndi mən sizə bunu 3 naxışı göstərəcəm. Bu qədər. 2, 3. Bunun üçün də 2, 4, 6, 8, 10, 12, 14 ilmek götüreceğim milimin üstüne. İki, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14 ilmeği. Buradan da bir düğün atıram ki açılmasın. Artıq sapı da kəsirim. İndi mən burada rezinka toxumayacağım. 2 sıra tərs toxuyacağım hər üzdən, hər iki üzdən. Birinci ilməyi də toxuyuram. Birinci sıra olduğuna görə. Tərs toxuyuram. Qalan ilməkləri də hamısını tərs toxuyuram. Bu ilmeğini də tərs toxudum. İndi tərs üzdən də yenə hamısını tərs toxuyuram. Birinci ilmeğini götürürəm, qalan ilməkləri hamısını tərs toxuyuram. Formada. İndi mən 2 düz toxuyuram. Bu 2 ilməyin içindən bir ilmək çıxardıb, sonra buradan da bir ilmək çıxardıram. Sonra belə bir dəfə də içindən çıxardıram. Yenə 1, 2 düz toxuyuram. 2 ilməyin içindən bir ilmək çıxardım. Buradan bir ilmək çıxardıb, təzədən içindən bir ilmək də çıxardıram. Tərs üzdən də ki hamısını tərs toxuyuram. Burada tərs üzdən
Birinci ilmeği götürürəm. Bu iki ilmeğin ikisini bir yerdə götürürəm. 2'dən 3 eləmişdik. İndi burada 2 eləyirəm. Yenə 2 ilmeğini ters toxuyuram. Bu yanındakı ilmeğini də ters götürdüm. Bu 2 ilmeği də ikisindən bir ilmek çıxardım. Yenə tərsləri toxuyuram. Bir ilmeği toxudum. Bu ikisini də bir yerdə ters götürürəm. Düz üzdən bir sıra toxuyuram yenə. Birinci ilmeği götürdüm. Toxudum düz ikincisi. Burada yenə iki ilmeğin içindən bir ilmek çıxardıb bu ikisinin arasından da birini çıxardıram. Sonra təzədən içindən çıxardırım. 2 Yenə ikisinin arasından çıxardım. Sonra bir yerdə çıxardım. Yenə 2 düz. Bu yüzden tərsləri toxudum. Bu ilmeğini də tərs toxuyuram. Bu ikisini bir yerdə götürürəm. İlməklərin sayını əvvəlki kimi düzəldirəm. Sayı düz olsun. 2 tərs. Bunu da toxudum tərs. Bu iki ilməyin də ikisini də bir yerdə. Belə formada bir naxışa alınır. Belə toxuyandan sonra bilinir naxışlar. Bu biraz sap qalındır. Ona göre biraz böyük alınır da. Bu naxışlar böyük alınır. Bu da biraz nazik sapdır. Sağ olun, gələn videomda görüşənə qədər.